Bildiyimiz kimi sertifikasiya imtahanına az qalıb və istəyirəm ki, çevrə üzrə bəzi suallara, bəzi məqamlara baxaq ki, çevrə üzrə düşə biləcək, düşmə ehtimalı olan, hansı ki, nəyə fikir verməliyik, nəyə öyrənməliyik o hissələri baxaq ki, ən azından çevrədən bir sualımız hazır olmuş olsun. Başlayaq. Deməli, çevrədə biz ən çox düşə biləcək təbii ki, müəllimlər səviyyəsində birinci düşə biləcək disk və qarşılı ötürmədir ki, gəlin bunların ikisini bir-birindən ayırd eləyə bilək. Məsələn, disk nədir? Yəni mərkəzi eyni, iki kürədir, mərkəzləri eyni yerə bağlanıb, belə deyək. Burada birinci kürənin, baxın, B nöqtəsində birinci kürənin radiusu daha kiçikdir, ikinci kürənin radiusu biraz böyükdür. İndi burada bəzi kəmiyyətlər var ki, eyni qiymətləri alırlar. Bəzi kəmiyyətlər var ki, fərqli qiymətlər alırlar. Baxın, bu diskdə təcildir, bizə deyək, sürətdir, təcildir və bir də yoldur. Bu üç kəmiyyət radiusla düz asılıdır. Diskdə ümumən tərs asılıq deyə bir şey yoxdur. Bu üç kəmiyyət düz asılıdır. Qalan bütün kəmiyyətlər bütün nöqtələrdə bir-birinə bərabərdir. İndi gəlin bir-bir baxaq. Məsələn, bax, burada mən A və C nöqtəsi qeyd eləmişəm. Baxın ki, A və C nöqtəsi eyni çevrənin üzərində olduğu üçün burada ümumilikdə bütün kəmiyyətlər bir-birinə bərabər olacaq. Çünki eyni nöqtə kimi götürmək olar. Yəni, eyni çevrədir onsuz da. Onsuz da, baxın, hər ikisinin radiusu 2 yer olacaq. Orada suallar əsnasında qarışıq belə nöqtələr versələr, A və C-ni qarışdırmayın. Bunlar ikisi də onsuz da eyni çevrədir. Buradakı bütün kəmiyyətlərin hamısını onsuz da eyni götürməliyik. Sonra keçirəm və B və A nöqtəsinə. Bir də onu deyim ki, burada abituriyentlərin bir istifadə elədiyi metod var, val metodu. Hansı ki, vala bənzədirlər, bax bu diski. Və bunda val sözünə görə val kəmiyyətləri radiusdan düz asılı götürürlər, digərləri isə dəyişmir kimi. Əslində, yadda saxlamaq üçün yaxşı metodu təklif edirəm. İndi baxaq, hansı kəmiyyətlər var digər. Omega var, tezlik var, period var, hələlik yadımda qalan. Bunlar, yəni, bu üç kəmiyyətdən başqa, val söhbətindən başqa bütün kəmiyyətlər hər yerdə eynidir. Məsələn, omeganı götürsək, bu üç nöqtənin hamısında eynidir. A-da da, B-də də, C-də də. Tezliyi götürsək həmçinin, periodu götürsək həmçinin. İndi gəlin sürəti müqayisə edək. Sürətdir, təcildir, yoldur. Bunlar artıq mərkəzdən uzaqlaşdıqca böyüyürlər. Yəni, radius artdıqca bunlar da artırlar. Məsələn, sürəti götürsək. Sürət A nöqtəsində daha böyükdür, nəinki B nöqtəsində. Niyə? Çünki A nöqtəsinin radiusu daha böyükdür. Baxın, A nöqtəsinin mərkəzlə arasındakı məsafə daha böyükdür. Məsələn, digər tərəfdən lap bir nöqtə yazaq, X nöqtəsi. Buradan C nöqtəsinin sürəti X nöqtəsinin sürətindən böyük olacaq. Həmçinin təcili, həmçinin yolu. Deməli, diskdə fikir veririk nəyə? Val, bu üç kəmiyyət radiusla düz asılı olacaq, yəni mərkəzdən uzaqlaşdıqca böyüyəcək. Qalan bütün kəmiyyətlər bir-birinə bərabər olacaq, bütün nöqtələrdə. Bu valın özəlliyi. Sonra bir də ola bilər ki, valı bu formada da verə bilər. Bax, bu cür də görə bilərsiniz. Bu formada da görə bilərsiniz. Gördünüzmü? Fərqi yoxdur. Bax, eyni qaydalar bunun üçün də keçərlidir. Belə bir kürə var, deyək ki, bax, məsələn, buradakı A nöqtəsindəki sürəti soruşar sizdən və B nöqtəsindəki sürəti soruşar sizdən. Baxıram ki, B nöqtəsinin mərkəzlə arasındakı, yəni radius daha böyükdür, nəinki A nöqtəsində, nəinki C nöqtəsində, yəni kənarlara getdikcə radius kiçilir. Ona görə də ortadakı radiusu böyük olanın sürəti də böyük olacaq, təcili də böyük olacaq, yolu da böyük olacaq. Yenə də digər bütün kəmiyyətlər bir-birlərinə bərabər olacaqlar. İndi gəlirəm nəyə? Qayışlı ötürmə söhbətinə. Görək qayışlı ötürmədə nəyə fikir veririk? Qayışlı ötürmədə müəllimlər, deməli, iki kəmiyyət var ki, bu iki kəmiyyət dəyişməyəcək. Bax, bu nüansları, xırdalıqları yaxşıca qeyd eləsəz, yadınızda saxlasaz, kifayət edəcək. Qayışlı ötürmədə hansı kəmiyyətlərdir? Bir sürətdir, bir də yoldur ki, hər iki tərəfdə eyni olur. Məsələn, bura bir A nöqtəsi, digər tərəfə bir B nöqtəsi qeyd eləsəm, A-da da, B-də də sürət və yol eyni olacaq. Bunu necə yadınızda saxlayaq bu eyniliyi? Çünki, baxın, bir KAMAZ düşünək, bir böyük maşınlar yəqin ki, görmürsünüz, arxa təkəri daha böyük olur, ön təkəri kiçik olur. Bax, belə bir avtomobil düşünək. Baxın indi, burada
əgər arxa təkər daha böyükdür, ön təkər daha kiçikdirsə. İndi düşünün ki, orada ikisi də fərqli sürətlə hərəkət edə bilərlər. Məsələn, bu maşını idarə edirik. Maşının bir sürəti olur da. Məsələn, 60-la idarə ediriksə, bu arxa təkər üçün də keçərlidir, ön təkər üçün də keçərlidir. Əgər təkərlərin sürətləri fərqli olsa, nə edir? Maşın dağlarda təkərlər qopar, biri 60-la, biri 100-də getsə nə baş verər? Məcburdur ki, bu təkərlər eyni sürətlə getsin hər ikisi. Sürəti bax təxmini oradan bilmək olur. Sonra yola yenə də elə həmin avtomobildən götürək, yaxud da KAMAZ olsun, böyük bir maşın olsun, fərqi yoxdur. Təsəvvür eləməyə çalışın gözünüzün önündə ki, məntiqini başa düşəsiniz, yadınızda daha yaxşı qalsın. İndi böyük bir maşın var. Bu maşın deyək ki, Bakıdan Qubaya getdi, neçə kilometrsə yol getdi. Hansısa bir məsafəni getdi. Məsələn, 10 kilometr yol getdisə, bəyən bu təkərlər fərqli yollar gedəcək, eyni yollar gedəcək də. Əgər birinci təkər 10 kilometr yol getdisə, ikinci təkər də 10 kilometr yol gedəcək. Yəni yoldur, sürətdir, qarşıda ötürmədə nə edir? Dəyişmir. Bu iki kəmiyyət hər yerdə eynidir. Bütün nöqtələrdə yol və sürəti eyni götürəcəyik qarşıda ötürmədə. Sonra bəs başqa hansı digər kəmiyyətləri nə edəcəyik? Başqa kəmiyyətlərin içində yeganə bir dənə T-dir ki, period. Bu T radiusla düz asılıdır. Necə? Baxın indi. Bunun rəngini dəyişək indi biz. Baxırıq ki, məsələn, A nöqtəsini götürürəm. A nöqtəsindəki radius daha böyükdür. Burada nədir? Radius 2R-dir. B nöqtəsində isə R-dir. Hansında radius daha böyükdür? A nöqtəsində. Onda A nöqtəsinin periodu da böyük olacaq B nöqtəsinin periodundan. Qarşılı ötürmədə radiusla düz asılı olan yeganə kəmiyyət perioddur. Sürət və yol qətiyyən dəyişmirlər. Periodsa düz asılıdır. Vəssalam. Bəs digər kəmiyyətləri nə edək? Digər bütün kəmiyyətlər tərs asılıdır. Omeqadır, tezlikdir, təcildir. Bunlar hamısı tərs asılıdır. Məsələn, B nöqtəsinin omeqası böyükdür A nöqtəsinin omeqasından. Əslində B-nin radiusu A-dan kiçikdir, düzdürmü? Ancaq omeqada, tezlikdə, təcildə onlar tərsinə işləyirlər. Məsələn, B nöqtəsinin təcili böyükdür A nöqtəsinin təcilindən. Sonra B nöqtəsinin tezliyi böyükdür A nöqtəsinin tezliyindən. B nöqtəsinin omeqası böyükdür A nöqtəsinin omeqasından. Qarşıda ötürmədə xırda nüansdır, yadımızda saxlamaq, yəni çox çətin bir şey deyil, yadımızda saxlasaq yaxşıdır. Nə idi deməli? Sürət və yol hər iki nöqtədə eyni olurdu. Period radiusla düz asılı olurdu. Omeqadır, tezlikdir, təcildir. Bunlar da hamısı tərs asılı olurdu. Böyük olan yerdə kiçik qiymət alırdı, kiçik olan yerdə böyük qiymət alırdı. Bu da qarşıda ötürmənin qaydaları. Sonra çevrədə nəyə fikir verməliyik? Digər. Baxıram ki, məsələn, çevrədə belə bir şey, belə bir çevrə verir və mənə nöqtələr qeyd edir. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi. Və burada müəllimlər fikir veririk nəyə? Bizə götürüb yer səthinə, bax bunun aşağısında bax belə bir xətt verəcək. Mütləq şəkildə bax bu xəttə görə hərəkət edin. Burada bir xətt verir. Yəni elə təsəvvür eləyək ki, bu kürə yerdədir. Səthdədir, müəyyən bir səthin üzərinə qoyulur. Və mənə soruşacaq ki, yerə görə sürəti. Məsələn, A nöqtəsinin yerə görə sürəti, B nöqtəsinin yerə görə sürəti, C nöqtəsinin yerə görə sürəti. Burada nə edəcəyik? A nöqtəsinin yerə görə sürətinə 0 götürəcəyik. Yerə dəyib baxır, yerlə arada heç bir məsafə yoxdur. Belə yadınızda saxlayın, necə yadınızda qalırsa. B nöqtəsinin yerlə sürətinin B ilə yerin arasında nə var? Radius 1R var da, 1 radius qədər məsafə var. B nöqtəsinin yerə görə sürətini V götürsək, fərqi yoxdur. İndi orada bizə qiymət verə bilər. V-nin yerinə 2 verər, 5 verər, fərqi yoxdur. Əgər B nöqtəsindəki sürəti V götürsək, gəlirəm indi C nöqtəsinə. C nöqtəsində artıq 2R olacaq da məsafə, düzdürmü? Baxın, 2 radius olacaq. Onda C nöqtəsindəki yerə görə sürəti 2V götürəcək. Bax, bunu da formal olaraq yadımızda saxlayaq. Sonra gəlirik çevrədə asılılıqlara. Hansı asılılıqlara, neylərə fikir verməliyik? Məsələn, mənə deyər ki, təcil asılıdır nədən? Mənə deyər ki, təcil sürətlə necə asılıdır? Təcil sürətlə asılılığını göstərir. Sonra və kənardan bir, məsələn, mötərizənin içində yazar ki,
omeqanın sabit qiymətində. Çünki niyə? Hələ omeqaya baxmayaq. Məsələn, təcilin sürətlə hansı asılılıqlarını bilirik? A bərabərdir V kvadratı bölünsün R. A bərabərdir omega V kvadratı V. Görürsünüz, bax, məsələn, buradan təcil V-nin kvadratı ilə də düz asılı olduğu var. Özü ilə də sadəcə düz asılı olduğu da var. İndi mən hansı asılılığı götürüm? Orada sual əsnasında müəllif bizə ipucu verir. Yəni, sualı tərtib edən, hazırlayan şəxs bizə ipucu verir ki, biz ona uyğun hərəkət eləyək. Məsələn, orada bizə deyə bilər ki, omeqanın sabit qiymətində. Orada bizə deyər ki, radiusun sabit qiymətində. Əgər omeqanın sabit qiymətində deyirsə, təcillə sürəti düz asılı götürəcəyik. Əgər radiusun sabit qiyməti deyirsə, kvadratik düz götürəcəyik. Məsələn, sonra başqa bir sual deyək. İndi mənə deyər ki, müəllimlər, deməli, təcilin periodla asılılığını soruşar məndən. Periodla asılılığını soruşar. Və deyək ki, sürətin sabit qiymətində. Baxın indi, təcilin periodla hansı düsturları var? A bərabərdir 4 pi kvadratı R bölünsün T. Bu da ola bilər. Və yaxud da A bərabərdir. İndi buradan bir V-ni çıxarıb sonra T ilə işləyəcəyik. Biz T-nin kvadratını yazmadım. Məsələn, necə? V-nin hansı düsturu var idi? 2 pi R T. Düzdürmü? İndi buradan 2 pi R T-ni çıxardaq. 2 pi R T. Bax, bunu çıxartdıq. Məsələn, 2 qaldı. Pi-nin biri getdi. R getdi. T-nin biri getdi. Yerdə nə qaldı? Bir dəqiqə. 2 pi bölünsün T. Bax, V-nin də yerinə bunu yazacağım. Vurulsun V-yə. Vurulsun V-yə. İndi, əgər ki, təcili verəndə periodla asılılığını sürətin sabit qiyməti deyirsə, periodla sadəcə tərs asılı götürəcəyik. Yox, əgər ola bilər mənə deyər ki, radiusun sabit qiymətində. Radiusun sabit qiymətini deyəndə artıq 4 pi kvadratı R-dən olanı götürəcəm. Yəni, T ilə kvadratik tərs asılı olduğunu götürəcəyik. Yəni, bu asılılıqlarda da əslində çevrədə bildiyimiz kimi düsturlar çoxdur, qarma-qarışıqdır. Bəzən çağırırıq ki, hansı asılılığı götürüm. Orada çalışın, verilən ipucunu axtarın ki, görək bizdən nəyi soruşur, bizə hansı ipucularını verib ki, indi də onu soruşur.